qismətidir, yəni bir gün gələn, bir gündə getməlidir. Bugün Musa müəllimin bu hüzur məclisində iştirak edirik. Elə insanlar var ki, elə onun sakitliyinə yola salmaq olar, amma elə insanlar var ki, onun haqqında söz deməmək mümkündür. Musa müəllimlə yəqin ki, hər biriniz onu çox yaxşı tanıdığınız üçün bu məclisdə iştirak edirsiniz, amma mən də Musa müəllimlə bağlı bəzi fikirlərimi sizlə bölüşmək istəyirəm. Mən bu həyətə bir neçə dəfə gəlib getmişəm. Musa müəllimlə də tanışdığımı təxminən bir 5 il yaşı olar, çox olmaz. Amma bu 5 il ərzində mən elə fikirləşirəm ki, Musa müəllimi mən illərlə tanımışam. Çox yaxın münasibətimiz olub. Musa müəllimin ilk əvvəl bəzi cəhətlərini, hansı ki sizə də məlumdur, bu barədə iki kəlmə demək istəyirəm. Musa müəllim çox savadlı bir insanıdır. Yəqin ki, bilirsiniz, uzun illər təhsil sahəsində işləyib, dil ədəbiyyat müəllimi olub, xalq hərəkatında iştirak edib, yəni ürəyi xalqla, vətənlə, ellə, ovası ilə döyünən bir insandır. Musa müəllimi mənə əziz eləyən onun saflığı, dürüstlüyü və ən əsası onun təmiz Azərbaycan kişisi olmalıydı, müsəlman kişisi olmalıydı. Onun o sakit, təmkinli danışığı hər dəfə yadıma düşəndə özümdən asılı olmayaraq kövrəlirəm. Onunla görüşlərimiz bizim çox olub. Musa müəllim mənim haqqında kitab yazır. Mənim əsərlərim barədə dəfələrlə Respublika mətbuatında yazılar dərc edir. Musa müəllim bəlkə də Azərbaycanda yaşayan yeganə söz adamlarından idi ki, uzun illər ədəbiyyatla məşğul olur, qeyd etdiyim kimi 50 ilə yaxın bir müddətdə Azərbaycan dili və ədəbiyyat təlimini tədris etdi. Musa müəllim gözəl şairdir, özünə məxsus şairdir. Musa müəllim, mən ona həmişə görüşəndə deyirdim ki, diplomu olmayan akademik səviyyədə bir ədəbiyyatşünasıdır. İnanın mənə, Azərbaycanda akademik adını daşıyan bir çox bizim alimlərimiz Musa müəllimin yanında kölgədəydi. Çünki o qədər onun savadı, o qədər onun geniş dünya görüşü var idi ki. Və Musa müəllimin, inanın mənə, indi biz söz adamlarıyıq, Musa müəllimin ədəbi tənqidində də bir faizə var idi. O onun daxilindən, onun ruhundan irəli gələn bir şey. Çox təəssüf ki, mən xəstə olanda bir neçə dəfə həyat yoldaşımla danışdım və icazə istədim onunla görüşməyə. Məsəl, Koymadılar. mənə bəs özümüz Koymadılar. Və Allah gətirdi, bu günü qismət elədi. Dünən mən Musa müəllimin vəfat xəbərini işləndə artıq dəfn olunmuşdur, öyle dünən gəlimdə iştirak edə bilmədim. Mən əminəm və inanıram ki, hər biri, burada oturanların hər biri Musa müəllimin həyatdan getməyinə təəssüflənmişsiniz. Musa müəllim nəinki bu elin, obanın, bənkarının, mən deyərdim, Azərbaycanın ən gözəl ziyalılarından idi, ən savadlı insanlarından idi. Xalqını sözün həqiqi mənasında tam varlığı ilə sevən bir insandır. Allah təbii ki, yəqin ki, Musa müəllimi sevib ona